Dünən efirdən sonra mənə vasitəçilərlə söz göndərirlər ki, aparıcı xanıma deyin ki, Azərişıq oğru deyil. Mən demişəm Azərişıq oğrudur. Yox, biz demişik ki, bu çıxılan pullar nəyə çıxılır? Mən soruşuram ki, bu pullar niyə çıxılır? Mənim başım çıxmır, mən mütəxəssis deyiləm. Mən cəmaata cavab verə bilmirəm ki, bu pul niyə tutulur. Çünki hərədən bir məbləğ tutulur. Mən dedim, sizin bir qurumunun əməkdaşı varsa, canlı yayıma zəng eləsin. Bizim efirə qonaq dəvət olunmur. Hətta biz sizə o şəraiti də yaradırıq ki, gəlsinlər, otursunlar burada, cəmaat mesajını yazsın, onlar da cavabını versin ki, nədir? Dünən nə qədər işıqla bağlı bizə mesaj daxil olubsa, hamısını mən göndərtdirmişəm Azərişığa. Əcəb eləmişəm. Qoy görsünlər ki, bunlar real şikayətlərdir. Qoy görsünlər ki, bu cəmaatın dərdidir, problemidir. Yaxasını o yana çəkməklə deyil. Dünyanın hansı ölkəsində var ki, mən 20 manat kartıma pul yükləyim, işıq pulu, sən bunun 80%-ni götür, 1 manat mənim pulum qalsın, 1 manatda mən bir gün yandıracam. Cəmaat hər gün 20 manat pul qazanmır bu ölkədə. Baxın, görün cəmaat nə ilə ailə saxlayır, nə ilə ailə dolandırır.